Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Hamınıza can sağlığı arzulayıram. Sülh əmin-amanlıq arzulayıram. Hörmət və ehtiramı bildirirəm. Yenə sizinlə görüşməyə gəldim. Çıxış eləyəcəyəm, xahiş edirəm. Bu çıxışma öz fikirlərinizi bildirin, öz münasibətinizi bildirin. Sizin qarşınızda Gülmürzə Şahmarovdur. Deməli, yenə bu ovçuluq təsərrüfatlarına və Qızılağac Milli Parkının su təminatı ilə əlaqəli bəzi şeyləri sizə bildirmək istəyirəm və bəzi faktlar da ortaya çıxıb, onları da sizinlə bölüşmək istəyirəm. Deməli, bu Biləsuvar rayonu ərazisi və Mahmudçalı ovçuluq təsərrüfatı da daxil olmaqla 2021-ci ilə kimi bir saylı regional ekologiyanın nəzarətində olub. 2001 ya 2022-ci ildə mən tarixini dəqiq bilmirəm. Deməli, bu Biləsuvar rayonunun inzibati ərazisi və Mahmudçalı ovçuluq təsərrüfatı da daxil olmaqla Ekologiya Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi keçirdib 3 saylı regional ekologiya şöbəsinin nəzarətinə, tabeçiliyinə. Bu elə belə baş verməyib. Deməli, ilkin olaraq Biləsuvar rayonunda bir neçə yazar məsələ qaldırıb ki, bir saylı regional ekologiya Biləsuvar rayonunun ərazisinə və Mahmudçala da daxil olmaq inzibati ərazisinə yaxşı nəzarət edə bilmir. Burada qanunsuzluqlar çoxdur, filandır, bəsməkandır. Bu işi də təşkil edən bir saylı regional, üç saylı regional ekologiyanın işçilərindən Kamran Həsənov və digərləri olub. Rəhbəri də Fərid müəllim. Təşkil ediblər, həmin bu yazarlardan istifadə edərək yazdırıblar Ekologiya Təbii Sərvətlər Nazirliyinə. Sonralıca da orada deməli bu işə də rəhbərlik edən deməli Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi İsmət Əlzadə olub. O da məsələ orada qaldırıb nazirlikdə və köməklik edib, vasitəçilik edib, deməli 3 saylı regional ekologiyanın tabeçiliyinə, nəzarətinə Biləsuvar rayonu və onun Mahmudçala ovçuluq təsərrüfatı keçib. Bunlar bu işlə nəyi görmək istəyiblər? El məsəli var. El bizim, sir bizim. Yəni ki, deməli bunlar birləşiblər, yəni bu işi görüblər ki, yəni Mahmudçala ovçuluq təsərrüfatında gələn deməli ərəb ovçularının yaxşı ov elətdirsinlər, quş terroru yaratsınlar, quşun deməli qırılmasını təşkil eləsinlər. Yəni o bir saylı ekologiya bunlara imkan vermirdi. Buna görə də bu işi təşkil ediblər, hal-hazırda da elə bu vəziyyətlə gedir. Deməli bu işçilər bu ərazidə ərəblərdən başqa, ərəblərə xidmət edən, daha doğrusu öz əllərində bir 10-15-20 deməli brakonyorlar da saxlayırlar. Onlar deməli ərəblər gələndə onların qulluğunda durur, onları qayıqla həmin ov ərazilərinə apararlar Mahmudçala ovçuluq təsərrüfatında quş qırdırırlar. Çünki həmin adamlar ərəb nə bilir ki, ovçuluq təsərrüfatının arasında quş yığılıb. Onlar hamısını yaxşı bilirlər, aparırlar orada quşları kütləvi qırırlar. Elə ki, bu ərəblər gedəndən sonra həmin brakonyorlar da yenə sui-istifadə edərək gecə-gündüz bu ovçuluq təsərrüfatının quşlarına, çöl quşlarına divan tuturlar. Vururlar, qırırlar, satırlar gecə-gündüz. Hələ üstəlik həmin adamlar deməli vurduqları quşlardan bir saylı regional ekologiyanın deməli işçilərinə hamısına bir qrupuna hörmət də eləyirlər. Quş payı verirlər, pul payı verirlər. Əsas məsələ isə nədir? Deməli, həmin o brakonyorlardan istifadə yadımdan çıxdı. Deməli, həmin yazarlara da hörmət edirlər, onların da payını verirlər, onların da pulunu verirlər. Əsas məsələ də odur ki, əsas məsələni diqqətə çatdırmaq istəyirəm. Həmin brakonyorlardan istifadə edərək özləri yaxın düşmürlər. Deməli, Şimal Orta Akışa kollektorundan Muğan kanalına daxil olan bir boru ilə daxil olan suyun da qabağın müəyyən maneələrlə, qapılarla, nə ilənsə tuturlar həmin şəxslər. Çünki maraqlıdırlar Mahmudçalada yaxşı su olsun. Onlar da burada
yaxşı quş vursunlar, dolansınlar. Mən onların dolanmağına görə demirəm. Allah onlara fərəz versin, dolansınlar. Ancaq suyu kəsirlər. Məsələ budur. Mən buradan müraciət eləyirəm Ekologiya Təbii Sərvətlər Nazirliyində bioloji müxtəlifliyin rəisi Xalı müəllimə. Xalı müəllim, axı sizin tabeçiliyinizdə olan Qızılağac Milli Parkının suyunu kəsirlər. Axı Qızılağac Milli Parkının suyunu kəsmək cinayətdir. Bəs siz niyə səs çıxartmırsınız? Bəs niyə bu Qızılağac Milli Parkının rəhbərliyi, işçiləri səslərini çıxartmırlar? Bir dəfə gəlib axtarmayıblar ki, bu suyun mənbəyindən niyə gəlmir? Səbəb nədir? Axı mən həyəcan təbiri çağırıram sosial şəbəkələrdə. Mən də deməyə bilərəm. Oturaram önümdə nəyimə gərəkdir. Ancaq ədalətsizliyi görüb dayana bilmirəm. Susa bilmirəm. Bu necə ola bilər ki, bir qrup şəxs orada öz şəxsi mənafiyindən ötəri Mahmudçalı Ovçuluq Təsərrüfatının suyun nəyin bahasını olursa olsun doldursunlar. Mən Mahmudçalı Ovçuluq Təsərrüfatında suyun olmamasını istəmirəm. Orada da su olsun. Ancaq heç olmasa bir boru ilə deməli bu Qızılağac Milli Parkına, Qırmızıkənd Ovçuluq Təsərrüfatına zəvvarın 80%-nə su axır. Və bunların qarşısını niyə ki? Bunun niyə qarşısını kəsirlər? Bax, mən bu ədalətsizliyə dözə bilmirəm. Sual onlar ki, sənin istəyin nədir? Mənim istəyim də odur ki, hər yerdə su olsun. Su batalı əraziləri olsun. Ovçuluq təsərrüfatının hər birində, Qızılağac Milli Parkında. Mən də bir fermer kimi buradan keçən, Muğan kanalından keçən sudan öz mal-qaramımı içirtməyə nail ola bilim. Xalı müəllim. Bəs siz kabinetdə oturub, elə sizə o işi tapşırmayıblar ki. Və siz elə görün bu Qızılağac Milli Parkı dünya şöhrətli. Qızılağac Milli Parkı susuzluqdan nə əziyyət çəkir? O müxtəliflik orada məhv olub gedir. Və buna kim cavab verməlidir? Elə gedib orada bir nəfər, nə bilim, qanunsuz bir iş tutmaqla, nə bilim, nə eləməklə iş qutarmır. Bütün ovçuluq təsərrüfatlarında biotexniki, Qızılağac Milli Parkında biotexniki tədbirlər görmək lazımdır. Onun su balansını bərpa etmək lazım, biomüxtəliflik törəyib artsın. Ekosistem normal vəziyyətdə olsun. Nədir ki, 3 saylı regional ekologiyada işləyən Kamran Səmədov və onun digərləri, onun ətrafında gəzən digərləri, hansı ki, onların marağı var, Mahmudçalı Ovçuluq Təsərrüfatında su olsun və o yazarlar oradan bəhrələnsinlər, dolansınlar, pul qazansınlar, ərəbləri gətirib quşları qırdırsınlar. Bunun sonu olmalıdır ya, yox? Hikmət müəllim, siz niyə tədbir görmürsünüz? Və sizi orada qoyduran vəzifəli şəxslər sizdən tələb eləmirlər bunu. Siz elə istəyirsiniz həmişə adı sosial şəbəkələrdə hallansın. Tapşırıq verin, eləməsinlər belə şeyləri. Ədalətli olsunlar. Orada daxil olan 7 kub suyun ədalətli bölgüsünə aparsınlar. Normal su versinlər hər yerə. Heç kəs narazı qalmasınlar. Nə qədər ki narazılıq var, nə qədər ki Qızılağac Milli Parkına su gəlmir, Qırmızıkənd Ovçuluq Təsərrüfatı quru halda qalıb, ondan sonra Zəvvar Ovçuluq 80% quru halda qalıb, mən susmayacağım. Mən elə bu sosial şəbəkələrdə çıxış eləyəcəm. Hətta hələ mən rəsmi məktub, rəsmi teleqramı ünvanlamamışam lazımi yerlərə. Qoy mən rəhbərliyi hörmətli cənab prezidentimizi narahat eləməyim. Qoy mən hörmətli vitse-prezident Mehriban xanımı narahat eləməyim. Hörmətli Ekologiya Təbii Sərvətlər Nazirinin birinci müavini Vüqar Kərimov. Və siz niyə tədbir gördürmürsünüz? Niyə? Səbəb nədir? Səbəb nədir? Çox güman ki, tədbir görərsiniz. Sağ olun.